havada ən çox əziyyət çəkən atılmış kimsəsiz insanlardır. Onlar hansısa səbəbdən və ya kimisə məsuliyyətsizliyi ucbatından bu cür həyatı yaşamağa məhkumdular. Əslində onların da hansısa şəkildə yaşamaq haqları var. Eləncik vaxtı olur. Valla çürük pul qalır. Qalmır. Çürüksüz kalırım. Yaşlı qadın həyat yoldaşı dünyasını dəyişəndən sonra bu vəziyyətə düşdüyünü deyir. Xəstədir, qalmağa yeri yoxdur. Deyir ki, dilənməklə gündəlik kirayə üçün 6 manatı güclə toplaya bilir. Elə gün olur ki, pulu yetmədiyindən küçədə gecələməli olur. Allah göstərməsin heç kimə biləncik vəziyyəti. Heç kimə istir düşman olsun, istir biləncik yaxşı adam. Vəzirxan İskəndərovun isə qalmağa evi var. 8 yaşlı bu balaca ağır xəstəlikdən əziyyət çəkir. Nənəsi Sona xanım deyir ki, anadan olandan 3 ay sonra uşağı xəstəxanaya, müayinəyə aparıblar. Analiz elədilər, apardım. Oldu talisemiya, böyük talisemiya. Demək, qan artırıcısı işləmədi bu uşaqda. 4-5 yaşı olanda vəzirxana 28 gündən bir qan vurulurdusa, artıq 1 ildir ki, 2 həftədən bir qana ehtiyacı olur. Dözülməli şeydir, dözülməli söhbət deyil. İndi 2 həftədən bir qan vurdururam ona. İndi onun müalicə üçün də 150 min lazımdır. Çünki donorumuz yoxdur, mənim balam üçün. Vəzirxanın ailəsi müvafiq qurumlara müraciət etsə də hələ ki müsbət cavab ala bilməyib. Sosial məsuliyyətin mahiyyətini dərk edən gənclər isə artıq vəzirxana dəstək olmaq üçün əməli fəaliyyətə başlayıblar. İlk addım Azərbaycan Diplomatik Akademiyasının tələbələri tərəfindən atılıb. Onlar YouTube video şəbəkəsinə vəzirxanla bağlı video çarx yerləşdiriblər. Proyektimizin məqsədi odur ki, xəstəlikdən əziyyət çəkən uşaqların qayğısına qalmaqdır və elə isə biz bu məqsədlə bir neçə xəstəxanalara gedib oradakı vəziyyətlə yaxından tanış olduq və qərara gəldik ki, bir uşağın müalicəsində ona yardımcı olaq. Bu insanlar çətinliklə üz-üzə qalsalar da kiçik də olsa ümidlə yaşayırlar. Bir gün onlara kiminsə əl uzadacağına inanırlar. Onların təkcə maddi yox, mənəvi yardıma da ehtiyacları var. Gəlin belə insanlardan köməyimizi əsirgəməyək. Leyla Abbasova, Elmira Manaflı, Rahim Mustafayev, Ramil Məmmədov, Lider TV.